Kəlbəzəri bu günlərim yenə də Ağdərədə, Həsənrızda Qazi qardaşımız, Yusuf Baxşeyiş qardaşımızın obyektindəyik. Cənab Prezidentimiz və adiyyəti olan orqanlar hər zaman Cənab Prezidentimiz siyasətini dəstəkləyənlər deyirlər ki, qazilərə, şəhid ailələrinə hər kəs dəstək olsunlar. Amma təəssüflər olsun ki, bu günlərin bizə Qazi qardaşımız şikayətdə zəng elədi, bizə bildirdi ki, bax bu cür balaca bir yer, özdə heç təbiəti korlamamaq şərti ilə balaca bir yer götürübdür. Bura besetkalar qoyubdur ki, bax, bu ağacın altında və yaxud da ki, burada besetkalar olsun. Bunun təbiətə nə ziyanı var və insanlara nə ziyanı var. Meşə İdarəsi heç nə demir, sağ olsun. Burada Meşə İdarəsinin rəhbərinə təşəkkür edirəm ki, əsl Cənab Prezidentimizin siyasətini dəstəkləyən insandır ki, Qazi qardaşımız da deyir ki, get çörək qazan, balana çörək qazan. Bəli, Cənab Prezidentimiz də deyir ki, Qarabağda yaşayanlara və o cümlədən yenidən bərpa olunmuş evlərdə yaşayanlara hər kəs dəstək olsun ki, orada iş yerləri olsun. İş yerləri olsun ki, orada yaşasınlar. Qapısını bağlayıb gedib Bakıda yaşamasınlar. Yəni bu yerə kim dəstək olmursa, yəni Cənab Prezidentimizin siyasətinə dəstək olmayan insanlardır. Ona görə adiyyəti olan orqanlardan adlarını demirəm. Burada demək istəyirəm ki, bizim Qazi qardaşımıza dəstək olsunlar və burada olan obyektə köməklik eləsinlər. Bu bir nəfər işləmir ha. Bu özü işləyir, çayçısı işləyir, bunun kebabçı işləyir, ofisantı işləyir. Bu deməkdir ki, bu kənddən 5 nəfər, 10 nəfər ailə çörək qazanır. Niyə dəstək olmayaq ki? Bu günlərim əmlak gəlir, bu günlərim harasa başqa nümayəndəlikdən gəlirlər. Neynirlər? Hə, qardaş, gedin başqa o villalar tikənlərə, gedin o 200 minlik, 500 minlik tikənlərə ilişində. Bu bir dənə besetka qoyan Qazi qardaşımıza, canını qurban verən qardaşımızla nə işiniz var sizin? Vallahi Cənab Prezidentimiz bunları bilmir. Əgər Cənab Prezidentimiz bunları bilsə, sizlər haqqında ciddi tədbir görərlər. Mən Mustafa Kəlbəzəri hər zaman kasıbların, qazilərin, şəhid ailələrinin və o cümlədən bizə ehtiyacı olan insanların yanındayım və onların arxasındayıq biz. Mətbuat işçisi olaraq fəxr edirəm ki, hər zaman o insanların yanındayıq. Təşəkkürlər. Bugün 2026-cı il 25 iyun tarixidir və inanırıq ki, bu Qazi qardaşımızda ad soyadın Yusuf Baxşeyiş qardaşımıza dəstək olunacaqdır və şikayətlə də Cənab Prezidentimizə və adiyyəti olan orqanlara birbaşa şikayət edibdir və biz də inşallah o şikayət əsasında da gəlmişik. Təşəkkürlər, minnətdarım. Sağ olun.